إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهديه الله فلا مضل له ومن يضلل فلا هادي له. أشهد أن لا إله إلا الله وحده لا şərikə ləh və əşhədu ənə Muhammedən abduhu və rasuluhu. Əmmə bə'd. Hörmətli dinləyicilər, qardaş və bacılarım, deməli Buluğul Məram kitabına davam edirik. Bugün inşallah deməli qablar fəslində olan ilk 2 hədisi qeyd edəcəyik. 16-cı və 17-ci hədis. Ən Hüzeyfə ibn Yəmən radiyallahu anhuma qala Rasulullah sallallahu aleyhi və səlləm. Hüzeyfə ibn Yəmən, Allah ondan atasından razı olsun, demişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurub: "La təşrəbu fi aniyyəti zəhəbə vəl-fidda." Qızıl və gümüş qablarda içməyin. "Və la tə'kulu fi sihafihə." Onların qablarında yeməyin. "Fəinnəhə ləhum fid-dunya və lakum fil-axirə." Çünki o bu dünyada onlar üçün, axirətdə isə sizin üçündür. Muttəfəqun aleyh. Hədisi Buxara Müslim rivayət eləmişdir. Şərh eləyən İbn Hüseyn rahimehullah buyurur ki, Allah ona rəhmət etsin, qablar barəsində əsas qayda onların halal olmasıdır. Yəni hansı qabdan su içirsənsə iç və hansı qabda yemək yeyirsənsə ye, əsl olan odur ki, halaldır. Yalnız haramlığına aid bir sübut olan qablar haramdır. Ona görə də əgər bir şəxs saxsı qabda su içərsə və kimsə ona desə ki, saxsı qabda su içmək haramdır, həmən insana deyilir ki, dəlilini gətir. Əgər o qayıdıb desə ki, yaxşı, bəs saxsı qabda içməyin halal olmasına aid ey su içən şəxs, və sənin dəlilin nədir? Biz ona cavab verdik ki, dəlil onun haram olmasına dair heç bir dəlilin sübutun olmamasıdır. Misal olaraq, bir kişi almazdan, brilyantdan hazırlanmış qabda nəsə yesə və içsə, hansı ki, almazın çox bahalı olduğu hər kəsə məlumdur və kimsə ona bu haramdır desə, biz ona belə cavab verərik. Bu halaldır, çünki haqqında xüsusi qadağa dəlil olmayan hər bir şey ilə, yəni əsl olan odur ki, onun halal olmasıdır. Həmçinin də haramlığına dair yəni məqamlardan biri də insanın hər hansı bir insan bədəni hissəsindən qab kimi istifadə eləməsi. Məsələn, bir insan ölmüş bir şəxsin kəllə sümüyünü tapıb, ondan qab kimi istifadə edərsə, bu haramdır. Ondan su qabı kimi istifadə edərsə, bu haramdır. Bunun səbəbi qeyd edirlər ki, alimlər, çünki insanın ölüsü də, onun meyti də, cəsədi də hörmətə layiqdir. Və insan, yəni cəsədi, yəni öldüyü zaman insan o təmiz olsa da belə, pak olsa da belə, yəni bu o demək deyil ki, insanlar onun sümüyündən və yaxud da kəllə sümüyündən qab kimi istifadə edə bilərlər. Və ona görə də insana olan bu ehtiram və hörmətdən dolayı onun hər hansı bir üzvünü qab kimi istifadə etmək icazəli deyil. Və həmçinin də yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bizlərə qızıl və gümüş qablarda yeməyi içməyi qadağan eləyib və hansı ki Hüzeyfə ibn Yəmən, Allah ondan və atasından razı olsun, bu hədisi bizlərə çatdırmışdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm adəti üzrə və çox vaxt o hikməti bəyan edirdi hər bir zaman, hikmətin də qadağan olunmasının. Çünki dedi ki, Allah Resulullah sallallahu aleyhi və səlləm, bu qablar dünyada onlar, axirətdə isə sizin üçündür. Yəni, ona görə alimlər qeyd edirlər ki, bu dünyada bir müsəlmanın lüks, gözəl həyat yaşaması, o demək deyil ki, o qızıl və gümüş qablarda da yeyib içə bilər. Yəni, müsəlmanı bu həddə çatdırmalı deyil. Və müsəlman belə şeylərdən uzaq olmalı, çəkinməlidir. Çünki bu nemətlərlə kafirlər dünyada zövq alırlar. Yeməklərində, içməklərində həmin qablardan istifadə edirlər. Ona görə də bir müsəlman bu qablarda istifadəni, yemək və içmək üçün istifadəni təxirə salsın, hətta axirətdə, cənnətdə onlardan istifadə edə bilsin. Ona görə də möminlər cənnətə daxil olduqları zaman, yəni onlar üçün orada qızıl və gümüş boşqablar olacaq, yemək yeyəcəklər, onlarda su içəcəklər. Allah bizi oranın cənnətin sakinlərindən eləsin. Peyğəmbər sallallahu aleyhi ve sellem cənnət haqqında xəbər verəndə buyurur ki, cənnətdə qızıldan 2 bağ vardır ki,
qabları və içində olan hər şey qızıldandır. Qabları və içində olan hər bir şey qızıldandır. Ona görə bu dünyada bu cür qiymətli qablarda, yəni qiymətli qablar deyildiyi zaman qızıl və gümüş qablarda yemək və içmək ona yaraşan bir hal deyil. Və Şeyx İbn Hüseymin, Allah ona rəhmət etsin, buyurur ki, bəzi alimlərin bu qadağı ilə irəli sürdükləri digər izahlar var. Onlardan bəziləri qeyd edib ki, qızıl və gümüş qablar insanların istifadəsində olan iki əsas pul vahidinin azalmasına səbəb olur. Yəni çünki qızıldan kəsilən pul dinar, gümüşdən kəsilən pul isə dirhəmdir. Və onların fikrincə, əgər bu metallardan qab hazırlansa, yemək və içmək üçün, dövriyyədəki pulun miqdarı azalar və insanlar çətinliklərlə üzləşərdi. Buna cavab olaraq, bu məntiqi əsas götürsək, onda gərək həm kişilərin, həm də qadınların qızıl və gümüş, yəni zinət taxmasına qadağan edək. Çünki bu da insanlar üçün hər iki qiymətli metalın, qızıl və gümüşün dövriyyəsi məhdudlaşdırır, xüsusən də iqtisadiyyatı zəif olan ölkələrdə. Halbuki qızılın qadınlara, gümüşün də kişilərə halal olduğu hər kəsə məlumdur. Və bəzi alimlər isə deyiblər ki, əgər biz bu qablardan istifadə etsək, kasıbların qəlbi qırılar. Onlar özlərini pis hiss eləyərlər. Lakin İbn Hüseymin rahimehullah buyurur ki, bu zəif və qüsurlu bir əsaslandırmadır. Yəni, əgər kasıbın qəlbinin qırılması səbəb olan hər şeyi haram saymalı olsaq, onda gərək bir zənginin, əmirin və ya nazirin mindiyi bahalı avtomobil də haram hesab edəsiniz. Çünki kasıb özünün köhnə, dağılmış maşınını görüb, deyəcək ki, niyə o belə gözəl, lüks maşın məndə yoxdur? Niyə görə mənim maşınım belə yararsızdır? Və bunu dedikdə şübhəsiz ki, onun qəlbi qırılacaq. O halda gərək onlara bu maşınları sürməyi də haram edəsiniz. Eyni qayda evlərə də şamil edilməlidir. Məsələn, birinin evi qamışdan və ya daxmadan ibarətdir, digərinin isə möhtəşəm uca sarayları var. Həmçinin geyim məsələsi, bir kasıbın paltarı yamaqlı, digəri isə bahalı, gözəl şəkildə olan bir libası var. Onda deyirik ki, bu fikrin sahibləri bunları da haram edin. Çünki bu da kasıbın qəlbini qırır. Halbuki, siz, hansı ki bu səbəbləri irəli sürənlər, belə şeyləri haram saymırsınız. Və üçüncüsü isə deyiblər ki, digər bir qrup alimlər isə qadağanın səbəbini bu qablarda təkəbbür və israfın olması ilə əlaqələndirirlər. Lakin bu fikir də tənqidə məruz qalıb. Buna cavab, bu hallar qızıl və gümüşdən başqa digər qablara da baş verə bilər. Hətta almazdan və qızıldan daha bahalı olan digər nəfis daşqaşlardan hazırlanmış qablar təkəbbürlük və israf baxımından qızıl gümüşdən daha betərdir. Buna baxmayaraq, həmin bahalı qablarda almaz, brilyant, bunlardan yemək və içməkdə istifadə etmək haram deyil. Lakin qızıl və gümüşdən yemək və içmək üçün istifadə etmək, hətta kiçik bir fincan olsa belə, özü-özlüyünə haram buyurulmuşdur. Yəni, milyonları olan bir şəxs üçün belə bir qabdan istifadə etmək israf sayılmasa və o buna heç bir əhəmiyyət verməsə belə, qızıl və gümüş qablarda yemək və içməkdə istifadəyə heç bir əhəmiyyət verməsə, onun üçün bu israfdan sayılmasa da belə, yenə də qeyd olunur ki, şəriət bunu haram edib. Bu qablarda yemək və içmək üçün istifadə etmək olmaz. Amma almazdır, brilyantdır, bahalı daşqaşlardır. Bu kimi qablarda yemək və içməkdə istifadə etməkdə heç bir problem yoxdur. Lakin sırf qadağa haramlıq qızıl və gümüşə gəlib. Və ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm qeyd elədi ki, çünki o bu dünyada onlar üçün, kafirlər üçün, axirətdə isə sizin üçündür. Yəni, heç kəs deyə bilməz ki, qızıl və gümüş axirətdə kafirlər üçündür. Çünki Allah Resulü sallallahu əleyhi və səlləm qeyd elədi ki, bu dünyada onlar üçündür. Onlar bunlardan istifadə edirlər yeməklərində, içməklərində, lakin axirətdə isə sizin üçündür. Və Hüzeyfə ibn Yəmən, Allah ondan atasından razı olsun, bu hədis barəsində alimlər qeyd edirlər ki, rəvayət olunmasının səbəblərindən biri də öz evində və sarayında olarkən su istəyir. Bir kəndli gümüş qabda ona su gətirir. Hüzeyfə radiyallahu anhu, Allah ondan razı olsun,
qabı götürüb həmin adamın üstünə atır və yandaşlara deyir ki, mən sizə xəbər verirəm ki, mən ona gümüş qabda mənə su verilməsini ona qadağan eləmişdim. Və Hüzeyfənin, Allah ondan razı olsun, bunu eləməsinə səbəb Peyğəmbər sallallahu əleyhi və səlləm bu sözlərdir ki, qızıl və gümüş qablarda içməyin, onların boş qablarında, kasalarında yemək yeməyin və bu səbəbdən Hüzeyfə radiyallahu anhu həmçində ona bu şeyi qadağan eləyir. Və həmçində burada yəni Hüzeyfə, Allah ondan razı olsun, əvvəlcədən həmin ona su gətirənə xəbərdarlıq eləmişdi ki, yəni bu gümüş qabda ona su gətirməsin. Deməli, Hüzeyfə radiyallahu anhunun gümüş qabı var idi, lakin onun yemək və içmək üçün istifadəsini Peyğəmbər sallallahu əleyhi və səlləm hədisinə görə, sözünə görə həmin şəxsə qadağan eləmişdi. Və bu hədisin faydalarından birincisi qızıl və gümüş qabların haramlığı. Yəni hədisdəki qadağa bu qabların haram olduğunu bildirir. Çünki nəhyin əsli, qadağanın əsli haramlıqdır. Həmçinin hədisdə belə bir işarə var. Kim dünyada bu qablarda yeyib içərsə, axirətdə həmin nemətdən məhrum olmağa layiqdir. Çünki Allah bunları bizə yalnız axirətdə halal, yəni buyurmuşdur. Və ikinci fayda isə miqdarın və ölçünün fərqi yoxdur. Qabın böyük və kiçik olması, yaxud yeyilən və içilən şeyin çox və ya az olması arasında heç bir fərq yoxdur. Hətta bir gümüş qaşıqla cəmi bircə qurtum su içmək və ya bircə loxma yemək yemək belə haramda olmaz. İstər o yemək, istəyəcək qab balaca olsun, qaşıq balaca olsun, böyük olsun, o qaşıqla ağıza atılan loxma kiçik olsun, böyük olsun, fərqi yoxdur. O qablardan yemək və içmək üçün istifadə etmək haramdır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, sizə bir şey qadağan etdimsə ondan çəkinin, tamamilə çəkinin. Ona görə də bir qızıl və gümüş qablarda yemək, içməyin hər növündən istər böyük, istərsə də kiçik olsun, müsəlman bunlardan tamamilə uzaq durmalıdır. Üçüncü fayda, Peyğəmbərin sallallahu əleyhi və səlləm gözəl təlim metodikası. Peyğəmbər sallallahu əleyhi və səlləm bir hökmü qeyd eləyərkən onun hikmətinin də səbəbini də izah edib, bu da onun müəllimlik məharətinin bir göstəricisidir. Çünki bir hökmün səbəbinin bildirilməsi insanın qəlbində rahatlıq və əminlik yaradır. Eyni zamanda bu şəriətimizin nə qədər uca və kamil olduğunu nümayiş etdirir. Şəriətdə elhamdülillah, Allah həmd olsun ki, elə bir hökm yoxdur ki, o müəyyən bir hikmətə söykənməsin. Və bu da əlbəttə ki, ən gözəl öyrətmə tərzi və ən aydın bəyan formasıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, istifadə, yəni ona görə istifadə etməyin ki, yemək və içmək üçün, çünki o qablar bu dünyada kafirlər üçün, axirətdə isə sizlər üçündür. Dördüncü fayda isə bu qabların yemək və içmək xaricindəki işlərdə istifadəsi icazəlidir. Çünki qadağa nəhi yalnız yemək və içmək barəsindədir. Əgər bir insan qızıl və gümüş qabı dərman saxlamaq, pul yığmaq və yemək və içmək olmayan digər ehtiyaclar üçün istifadə edərsə, bunun heç bir zərəri yoxdur. Bunun səbəbi odur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm insanların ən bəlağətlisi, xeyirdə ən gözəl tövsiyə eləyəni və ən elmlisi və ən çox biləni, əgər bu qabların digər məqsədlər üçün istifadəsi də haram olsaydı, Peyğəmbər sallallahu əleyhi və səlləm bunu heç bir şək şübhəyə yer qoymayacaq şəkildə aydın eləyərdi və bəyan eləyərdi. Həmçinin Hüzeyfənin radiyallahu anhu hədisindəki sözləri buna dəlildir ki, deyir ki, mən ona gümüş qabda mənə su verməsini qadağan etmişdim. Bu göstərir ki, Hüzeyfə radiyallahu anhu həmin qab onun yanındaydı, var idi, mövcud idi, lakin o həmin qabı yemək və içmək üçün istifadə eləmirdi. O məsələni daha da aydınlaşdırır və şəriət bir şey xüsusi olaraq zikr edibsə, onu hər şey ümumiləşdirmək bir müsəlmana yaraşmaz. Çünki bu şəriətin bizə verdiyi genişliyi daraltmaq deməkdir. Və məlumdur ki, biz Quran və sünnədəki dəlillərlə Allaha ibadət edirik və Allahın bəndələrinə qarşı onun qoymadığı qadağaları isə qoymuruq. Demək ki, yəni zinət kimi istifadə eləmək olmaz, bu da haramdır, xeyr.
zinət kimi, evdə bəzək kimi qoymaq, saxlamaq, yemək və içmək xaric olmaqla digər şeylərdə istifadəsində heç bir problem yoxdur. 5-ci fayda isə müsəlman dünyada əldən verdiyi naz nemətlərə görə kədərlənməməlidir. Çünki mömin üçün əbədi olan bir yer var, axirət var, cənnət var. Orada qeyd elədik ki, əşyalar qızıldan və gümüşdən olacaqlar, rahat şəkildə onlardan istifadə edəcəklər. Allah bizi cənnətin sakinlərini eləsin və həqiqətən axirət daha xeyirli və əbədi olan bir diyardır, əbədi olan bir yerdir. Və ona görə də yəni müsəlman axirət üçün hazırlaşmalı, bu dünyada həmin qablardan yemək və içmək üçün istifadə etməkdən çəkinməlidir. Bilməlidir ki, bu şeylərin istifadəsi axirətdə onun üçün hazırlanıb, axirətdə onu gözləyir. Və həmçinin bu hədisdə digər faydaların 6-cı fayda axirətin və oradakı nemətlərin isbatı. Demək, axirət var, cənnət və cəhənnəm var, mövcuddur və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, axirətdə isə sizin üçündür. Deməli, cənnət və cəhənnəm var, olacaq və həmçinin oranın nemətləri və əzabı da var. Cənnətin nemətləri, cəhənnəmin isə əzabı var. Peyğəmbər sallallahu əleyhi və səlləm bu sözünə əsasən ki, axirətdə isə sizin üçündür. 7-ci fayda isə insanın dünyada çatmadığı nemətlərə görə özünə təsəlli verməsinin gərəkli olması. Yəni, bunun izahı, yəni Allah Resulü sallallahu əleyhi və səlləm möminlərə qızıl və gümüş qablarda yemək içməyə qadağan etdikdə onlara təsəlli etdi. Yəni, onlara təsəlli olacaq şeyi zikr etdi ki, bu da həmin nemətlərin axirətdə bizə, müsəlmanlara aid olmasıdır. Axirət uzaqda deyil, axirət isə yaxındadır. 8-ci fayda, insan özünü töhmət altına düşməkdən, şübhə altına düşməkdən qorumalıdır. Və bu hökm Hüzeyfənin, Allah ondan razı olsun, bu sözündən götürülüb ki, bilin ki, mən sizə, yəni bunu qadağan etdiyimi Peyğəmbər tərəfindən xəbər verirəm. Yəni o bunu özünün ittiham olmaması üçün eləmişdir. Hansı ki, qabı yerə atır, hansı ki, bir şəxs ona su gətirmişdir gümüş qabda, onu yerə atır və deyir ki, bunu etməyimə səbəb o idi ki, mən sizə yəni xəbər verirəm ki, Peyğəmbər sallallahu əleyhi və səlləm gümüş qablarda, qızıl qablarda yeməyi və içməyi qadağan eləyib, haram buyurub. Və həmçində yəni insan özünü töhmət altına düşməkdən qorumasına aid Allah Resulü sallallahu əleyhi və səlləm feilində də bir nümunə var bizlər üçün. Belə ki, zövcəsi Safiyyə bint Hüyey radiyallahu anhu, Allah ondan razı olsun, yəni o Peyğəmbər sallallahu əleyhi və səlləm ilə birlikdə idi və Safiyyə anamız məsciddə etikafda olan Peyğəmbəri sallallahu əleyhi və səlləmi ziyarət eləmişdi və gecə vaxtı geri dönərkən Allah Resulü sallallahu əleyhi və səlləm Safiyyəni ötürməyə çıxdı. Və bir vaxt ənsarda olan iki kişi onları gördü və Peyğəmbərdən sallallahu əleyhi və səlləm utandıqları üçün sürətlə uzaqlaşdılar. Çünki belə bir vəziyyət insanı yəni utandıran yəni böyük hadisələrdəndir. Yəni misal üçün İbn Seym rahimehullah buyurur ki, sən bazarda gedərkən hörmət göstərdiyin bir şəxsi həyat yoldaşı ilə birlikdə görsən utanmazsanmı? Əlbəttə utanır və sürətlə yanından keçib gedərsən. Və həmin iki sahabə də utandıqları üçün sürətlə getdilər. Lakin Rasulullah sallallahu əleyhi və səlləm şeytanın onların qəlbinə bir şər atacağından qorxaraq dedi ki, dayanın, ayaq saxlayın. Bu qadın Safiyyə bint Hüyey idi. Onlar təəccüblə dedilər ki, Subhanallah. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, həqiqətən şeytan insanın bədənində qanın damarda gəzdiyi kimi gəzir. Mən onun sizin qəlblərinizə bir şər və ya bir şey atacağından qorxdum. Ona görə də nəticə olaraq mömin insan şübhələri özündən uzaqlaşdırmalı, hətta ehtiyac olarsa qarşı tərəf ona inanana qədər and içə bilər. Məsələn, kimsə sənin onun haqqında söz gəzdirdiyini düşünürsə və sən bunu etməmisənsə, and içərək bunu inkar edə bilərsən. Çünki şeytan insanın bədəndə qan kimi gəzir. Və sonuncu hədisdə isə Ümmü Sələmə, Allah ondan razı olsun, ondan gələn hədisdir ki, 17-ci hədis, وعن أم سلمة رضي الله عنها
Qalet qala Rasulullah sallallahu aleyhi ve sellem "Ellezî yeşrebu fi inâ'il fiddati innema yücerciru fi batnihi nâra cehennem" muttefakun aleyh. Ümmü Sələmədən Allah ondan razı olsun rivayet edildiyinə görə Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurub, gümüş qabda içən kimsə sanki qarnına cəhənnəm odunu tökür və ya guruldadır. Hədisi Buxari Müslim rivayet edib. Və hədisin şərhində qeyd olunur ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem yəni bu cümləsi ilə gümüş qabda içən kimsəni gözləyən bu şiddətli əzabı xəbər vermişdi. Deməli, bu əməl özü böyük günahlardandır. Lakin burada belə bir sual yarana bilər. Əgər gümüş qabda içmək haramdırsa, yemək də haram sayılırmı? Alimlər qeyd edir ki, bəli, yemək yeməyi də içməyə qiyas edərək haram saymaqda heç bir şək yoxdur. Lakin sual burasındadır ki, içmək üçün vəd olunan cəhənnəm odu, hansı ki qarnına cəhənnəm odunu guruldadar, cəzası yemək üçün də keçərlidirmi? Alimlər qeyd edirlər ki, əgər gümüş qabda içən kimsə bu cəza ilə cəzalandırılırsa, yemək yeyənin də bu cəzaya layiq olmasa qaçılmazdır. Lakin bunun üçün yenə də xüsusi bir dəlillə ehtiyac var. Mömin üçün bu əməlin haram olduğunu bilmək və ondan uzaq durmaq ən salamat, ən ehtiyatlı bir variantdır. Ən salamat yoldur. Və həmçinin də əvvəldə qeyd etdiyimiz kimi, yəni qızıl və gümüş qablarda yemək və içməyə xaric başqa məqsədlərlə istifadə etmək olar. Bu icazəlidir. Və həmçinin buna sübut Ümmü Sələmənin, Allah ondan razı olsun, özündə gümüşdən hazırlanmış kiçik bir qabda, sürmə qabına bənzər, zınqırova bənzər bir qabda Peyğəmbərin sallallahu aleyhi ve sellem bir neçə saz teli var idi. Və Ümmü Sələmədə yəni Allah ondan razı olsun, həmin bu qabı, yəni xəstə olan şəxslər Ümmü Sələmənin yanına su ilə gəlirdilər, bir qab su ilə gəlirdilər və Ümmü Sələmə, Allah ondan razı olsun, yəni içində saç telləri olan, Peyğəmbər sallallahu aleyhi ve sellem saç telləri olan həmin gümüş qabı suyun içində tərpədər və ya batırar, sonra isə suyu xəstənin ailəsinə verərdi və xəstə Allahın izni ilə şəfa tapardı. Və bu da Peyğəmbərin sallallahu aleyhi ve sellem yəni ondan qalan əsərləri ilə bağlıdır və bu yalnız ona xas olan bir xüsusiyyətdir. Allah bizə eşidib yaxşısını tabi onlardan. Subhanəkallahumma hamdik. Əşhədu en la ilahe illə ente estağfiruke və etûbü ileyk.